Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında fiziki aktivliyin sağlamlığa müsbət təsiri və əhəmiyyəti ilə bağlı maarifləndirici video çarx paylaşıb. Fiziki aktivliyin əhəmiyyəti. Uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı müşahidə oluna bilər. İdman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Stress azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır. Hərəkətsiz qaldıqda sümüklər və əzələlər zəifləyir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. 2024-cü ilin noyabrında yayımlanan bir araşdırma fiziki aktivliyin beyin funksiyasını yaxşılaşdırdığını və demans riskini 18 aya qədər gecikdirdiyini göstərib. Bu təsir genetik olaraq demansa meylli olan şəxslər üçün belə 35%-ə qədər azalma təmin edə bilər. Pensilvaniya Dövlət Universitetinin apardığı bir digər araşdırma orta yaşlı şəxslərin gündəlik fiziki fəaliyyətlərinin beyin sürətini təxminən 4 yaş gücləndirdiyini ortaya qoyub. Sadə hərəkətlər belə qısa müddətdə əhəmiyyətli faydalar təmin edə bilər.